Paytaxtda keçirilən 2-ci Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd etdi ki, Türk dövlətləri dünya ticarətinin 3,5%-ni təmin edir. Onun sözlərinə görə planetin ərazisinin təxminən 1%-ni, əhalisinin isə 2,8%-ni təşkil edən Türk dünyasının ümumi daxil məhsulunun illik dəyəri 2,1 trilyon dolları keçib. Məsələ ondadır ki, təkcə 2024-cü ildə Türk dövlətlərinə 450 milyard dollara yaxın sərmayə yatırılıb və biz dünya səviyyəsində yatırılan sərmayə həcminə baxanda bu kifayət qədər böyük bir sərmayə həcmidir və ötən il Türk dünyasında bank kapitalı, bank aktivləri 1,3 trilyon dolları aşıb. Bu isə əgər biz dünya ilə müqayisə edəndə yenə də çox yaxşı bir göstəricidir. Bundan başqa Türk dünyasında inteqrasiya və inkişaf prosesi sürətlə davam edir. Avropa İttifaqının təqdim etdiyi Global Gateway, Çinin bir kəmər, bir yol təşəbbüsü və Transxəzər orta dəhliz layihələri Türk dünyasının coğrafiyası üzərində qurulub. Türk dövlətləri həm böyük bir coğrafiyanı əhatə edir, Avrasiya məkanında çox böyük bir coğrafiyaya malikdir, eyni zamanda yetərincə böyük iqtisadi gücə malikdir. Həm coğrafi baxımından, həm iqtisadi baxımından böyük bir belki xüsusi çəkiyə malik olan bu dövlətlərin birliyi dünya üçün, dünya iqtisadiyyatı üçün, dünya mədəniyyəti üçün həmişə töhfə verdiyi kimi bundan sonra da öz töhfələrini verəcək. Paytaxtda keçirilən 2-ci Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumunun əhəmiyyəti yalnız sərgi ilə məhdudlaşmır. Türk dövlətlərinin bir araya gətirilməsi, müxtəlif şirkətlərin fərqli məhsullarla çıxış etməsi, ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. Tədbir iştirakçıları da yerli məhsulları Türk dövlətləri arasında tanıtmağa çalışırlar. İstehsal etdiyimiz məhsulların üzərində də bizim milli ornamentlərimiz və naxışlarımızdan istifadə etdik ki, Türk dövlətlərinin arasında bizim də öz yerimiz olsun, ümumiyyətlə bütün dünyada öz yerimiz olsun Azərbaycan brendi olaraq. Qeyd edək ki, ötən il Türk dünyasında dövlət büdcələrinin ümumi kəsri isə 440 milyard dollara çatıb.